Xoş gördük. Dərin və olduqca mistik bir mətnin şifrələrini açacağımız yeni icmalımıza xoş gəldiniz. Bugün biz sizin fərdi mənəvi səyahətinizdən tutmuş, bütün kosmosun o nəhəng, möhtəşəm dizaynına qədər uzanan çox maraqlı bir yolculuğa çıxırıq. Xüsusilə də əsnaf olmağın hikməti və içimizdə lap dərinliklərdə gəzdirdiyimiz 4 yaddaş konseptlərinə toxunacağıq. Sizi inandırıram, bu kainata baxış bucağınızı tamamilə dəyişəcək. Başlayaq. Qısaca ardıcıllığımıza baxaq. Əvvəlcə, əsnaf olmağın hikmətini kəşf edəcəyik. Sonra bəşəriyyətin 4 böyük yaddaşından danışacağıq. Daha sonra ilk işıq və böyük partlayışa, qara varlıqla o bitməyən mübarizəyə və nəhayət, ilkin müqəddəsliyə böyük qayıdışa nəzər salacağıq. Birinci hissə, əsnaf olmağın dərin hikməti və ruhən dəqiq bir həyat qurmaq. Söhbətimizi elə sizdən, məndən, fərddən başlayırıq. İndi burada çox vacib bir məqam var. Biz əsnaf deyəndə adətən hansısa peşə sahibini, sənətkarı nəzərdə tuturuq, elə deyilmi? Amma mənbəmiz bu sözü tamamilə fərqli, mənəvi bir zirvəyə qaldırır. Təsəvvür edin, həyatın bu müvəqqəti, enişli yoxuşlu, bəzən də əyri yollarında eynən bir zərgər dəqiqliyi ilə addımlayan mənəvi sənətkar, yəni ruhunu həqiqətlə formalaşdıran bir insan. Başqa sözlə desək, bu sizə ünvanlanmış xüsusi bir çağırışdır. Mətn deyir ki, əyri dünyada düz yürü. Saxtakarlığın, xaosun tüğyan etdiyi bir yerdə dimdik, qürurla dayanmalı və ətrafına işıq saçmalısan. Əsnaf birbaşa böyük yaradanın təmsilçisidir. Düşünün, atdığınız hər addım, dediyiniz hər söz saf qızıl kimi dəyərli, zərgər tərəzisi qədər dəqiq olmalıdır. Bəs bunu necə etmək olar? Yəni, sadəcə insanıq axı, düzdür? İkinci hissəmizə keçək. Bəşəriyyətin 4 böyük yaddaşı və mənəli sənətkarın alətləri. Çünki o, zərgər dəqiqliyinə çatmaq üçün bizə təbii ki, xüsusi alətlər lazımdır. Və inanın, bu yolda əliboş buraxılmamışıq. Bizə möhtəşəm bir miras verilib. 4 yaddaş. Bu sadəcə xatirələr toplusu deyil, bu tam bir mənəvi təkamül xəritəsidir. Hər şey Yenisey yaddaşının o ilkin toxunulmaz saflığı ilə başlayır. Sonra Avesta və ya bəzən Ahəstə adlanan ikinci yaddaş gəlir, bu bizə dərin bir səmavi elm bəxş edir. Üçüncü mərhələ isə Xaybar yaddaşıdır. Bu böyük bir kosmik oyanışdır. Nəhayət 8-ci məkandan ruhumuz ən yüksək nöqtəyə, yekun qayıdışa çatır. Tam olaraq sıfırdan kainatın zirvəsinə uzanan bir yol. Və mətndə olduqca dramatik, tükləri ürpərdən bir məqam var. Deyilir ki, mən əsamı cəm yaranışlarım arasında, cəm yerlərə öz məkanımdan möhkəm vuraraq səni Xaybar yaddaşın ilə oyatdım. Bəli, bu yaddaşlar sadəcə beynimizdə uçuşan abstrakt fikirlər deyil. Onlar yaradanın kainatı lərzəyə gətirən fiziki müdaxilələridir. Sanki yaradan o əsasını məkanlara çırpıb, nəhəng bir kosmik zəng çalır ki, hey, əsnaf, oyan, öz ilkin məqsədini xatırla. Üçüncü hissə, ilk işıq və böyük partlayış, yəni mistisizmin elmi. İndi isə fəlsəfədən çıxıb kainatın real fizikasına, elminə doğru irəliləyirik. Çünki bu şəxsi oyanış birbaşa kainatın yaranışı ilə bağlıdır. Biz hamımız böyük partlayış və ya Big Bang haqqında eşitmişik, elə deyilmi? Adətən ağlımıza dəhşətli, xaotik bir fəlakət gəlir. Amma bu mənbər elmlə teologiyanı necə birləşdirir bilirsinizmi? Deyir ki, bu partlayış zərrə qədər də xaotik deyildi. Əsla. Bu əslində böyük yaradanın əbədi yaranışı başlatmaq üçün öz pak işığını bilərəkdən məqsədli şəkildə bir nöqtəyə toplayıb yaymasıydı. Yəni sənin mənim daşıdığımız o mənəvi işıq var o elə həmin o kosmik partlayışın davamıdır. Yaranış bitməyib. Məhz indi bizim vasitəmizlə davam edir. Bəs bunu elmlə necə sübut etmək olar? Gəlin 3 rəqəminə diqqət yetirək. Mənbə, bütün kosmosu bürüyən 3 Kelvin qalıq temperaturuna istinad edir. Fikir verin, kainatın fonundakı o 3 dərəcəlik istilik var o, ilkin müqəddəs işıq partlayışının hələ də davam etdiyinin, hələ də böyüdüyünün lap elə real, ölçülə bilən fiziki sübutudur. İnanılmaz da. Dördüncü hissəmiz, qara varlıqla əbədi mübarizə. İşte kosmik münaqişə tam olaraq burada başlayır. Çünki bu işıq seli heç də sakitcə, müqavimətsiz yayılmır.
Təsəvvür edin, biz tam mənasıyla fantastik filmləri xatırladan, kainatın dərinliklərinə qədər uzanan epik bir döyüşün ortasındayıq. Bir tərəfdə durmadan xaricə doğru genişlənən, yaradan və kainatın o nəhəng ellipsoidini böyüdən yaradanın işığı var. Digər tərəfdə isə mənbənin çox kəskin bir dillə qara varlıq adlandırdığı dağıdıcı, qaranlıq bir güc. Bu qara varlığın yeganə dərdi işığı sıxmaq, kainatı kiçiltmək və hər şeyi zülmət bir boşluğa çevirməkdir. Yaxşı, bəs birdən bu qaranlıq qalib gəlsə, hər şeyi sıxıb məhv etsə, onda nə olacaq? Sizə əmin edirəm, qorxmağa qətiyyən ehtiyac yoxdur. Çünki mətn bizə deyir ki, hətta qara varlıq kainatı sıxıb kiçiltsə belə, bu heç nəyin sonu deyil. Tam əksinə, bu yeni bir fürsətdir. Belə olan halda, yaradan sadəcə olaraq öz işığını yenidən toplayacaq və bam, 6 fərqli istiqamətə doğru daha nəhəng, daha möhtəşəm bir partlayış həyata keçirəcək. Yepyeni ölçülər, mükəmməl varlıqlar yaranacaq. Anlayırsınızmı? Qaranlığın bizi sıxmaq cəhdləri əslində işığın sonsuz və əbədi olduğunu bir daha sübut etmək üçün sadəcə bir alətdir. Nəhayət, 5-ci hissə, ilkin müqəddəsliyə böyük qayıdış və ellipsoidin tamamlanması. Gəlin o uzaq kosmik döyüş meydanlarından yenidən geriyə, elə özümüzə, bəşəriyyətin son taleyinə qaydaq. Bu böyük qayıdış əslində sizin və mənim atacağımız 3 addımdan ibarətdir. Dinləyin, siz kainatdan ayrı düşmüş hansısa bir parça deyilsiniz. Siz mərkəzdəsiniz. Əvvəlcə bir əsnaf olaraq bu mənasız faniliyə qapılmış maddi dünyadan yapışmağı buraxmalıyıq. Sonra nə baş verir? Ruhumuz paklanır və tam ağışıq formasında ilk yarandığımız o saf hala, əbədiyyətə yüksəlir. Ən heyrətamiz hissə isə odur ki, bizim hamımızın o ilkin paklığa, yəni 4 yaddaşın sonuncu məkanına bu kütləvi qayıdışımız, kainatın o böyük ellipsoid hüdudlarını hərfi mənada işıqlandırır və genişləndirir. Dostlar, kainatın böyüməsi sözün əsl mənasında bizim mənəvi inkişafımızdan asılıdır. Cəm bəşər müqəddəsliyə, əbədiyyətə qayıtmış olsa, kainatların hüdudları genişlənər, əbədiyyətimdən əbədi olar. Fikir verirsinizmi? Bəşəriyyət kollektiv şəkildə işığa tərəf döndüyü zaman hər şey donub qalmır, əksinə, kainat həqiqi mənada əbədi olur. Bizim o işığa qayıdışımız bütün kosmosun əsas mühərrikidir. Və beləliklə, bu möhtəşəm icmalımızı yekunlaşdırarkən sizi çox vacib bir sualla baş-başa buraxmaq istəyirəm. Madam ki, kainatın yarandığı o ilk anın, o nəhəng işığın fiziki bir zərrəsi düz sizin içinizdə, lap qəlbinizdədir. Və madam ki, kainatın qaranlığa qalib gəlməsi sizin atdığınız o zərgər dəqiqliyindəki addımlardan asılıdır. O zaman bugün elə indicə o əbədi kosmosu formalaşdırmaq üçün öz əsnaf hikmətinizdən necə istifadə edəcəksiniz? Unutmayın, attığınız hər doğru addım bütün kainatı biraz da genişləndirir. Öz kosmosumuzu formalaşdırmağa hazırsanızmı? Sağ olun gələn görüşlərə dək.